Haziran hocam bozulmadı ya. Uyuşur yani. Əvvəllər məsələn yeriydin 500 metr, 1 kilometr daha artıq. 10 kilometre her ser yol geldi. İndi ancaq 50-100 metrdən sonra ayaqlar tutub Hiç oturur. gece bilmez. Şöhrət bəy bizə izləyicilərin aksiyasına qoşuldu. Şikayətləri beldən başlayıb ayağa doğru yayılan ağrılar və qısa məsafədə yerimədən sonra bir 50 metrdən sonra mütləq şəkildə oturma məcburiyyətində qalır. Çünki baldıq əzələlərində artıq qıcolma, tutulmalar olur. Xəstəni harda olsa oturmağa məcbur edir. Belə durumlarda bizi ilk düşündürən onura kanalında daralma, spinal stenoz olur. MRT çəkdik. MRT-də şükür gözlədiyimizdən daha yaxşı oldu görüntülər, amma 54-55 aralığında yırtıq və kanal darlığı bizə imkan verir ki, ilkin olaraq xəstəmizə epidural steroid injeksiyası edək, 4-5 aralığından sağa meyilli, çünki daha çox sağ ayağına yönəlisidir. Bundan fayda gördüyü halda inşallah başqa prosedür icra etməyəcək və idmanlara başlayacaq. Amma yanaşı olaraq xəstənin həm də ayağında damar tutulma problemi olma ehtimalına nəzər alaraq Doppler müayinəsini də göndərib, ondan sonra ehtiyac olursa damarların da müayinəsindən bağlı profesional həkimə yönəldirəcək. Təşəkkürlər. İnşallah ağrılar azalsın. Efirdə beraber paylaşarız. İnşallah.